Şəkildə gördüyümüz saatın iki əqrəbi var. Saat əqrəbi və dəqiqə əqrəbi. Saat əqrəbi qısa olanı, hansı ədədin üzərindədirsə o saatı göstərir. Dəqiqə əqrəbi isə gördüyünüz kimi dəqiqələri göstərir. Hər dəqiqənin üzərinə gələndə 5-5 artır. Və 12-nin üstünə çatanda artıq saat tamam olur və növbəti saata keçir. Növbəti saata keçəndə bax burada 1-ə işləyib 5 dəqiqə. Bunu elektron saatla 12:05 deyirik. Burada artıq 4-ün yarısı deyirik. 6-nın üzərində olanda, yəni 1 saat 60 dəqiqədir. 60-ın yarısı 30 olduğu üçün biz deyirik 4-ün yarısı. İndi isə saatı siz deyin. Bunu elektron saatdan necə hesablayacaq? Videonu dayandırıb saatı deyə bilərsiniz. Əgər siz 3-ə 20 dəqiqə qalmış deyirsinizsə, doğru deyirsiniz. 20 dəqiqə qalmış niyə deyirik? Yəni 3 saatın 3 tamam olması üçün 20 dəqiqə qalıb. 1 saat 60 dəqiqədir. 40-ın üzərində olanda 60-dan 40-ı çıxır 20. Yəni 3-ə 20 dəqiqə qalıb. Elektron saat formasında da bunu 2:40 deyirik.